Hər kəsi Yaradanın sevgisi ilə salamlayıram. Mən Mənzlərim. Bugün öz məkanımdan sizinlə heç də asan olmayan dönəmimizlə, dövrümüzlə, zamanımızla bağlı danışmaq istədim. Kiçik də olsa sizinlə bu mövzuda söhbət etmək istədim. Bugün düşünürəm ki, hər bir kəs maddi, mənəvi, fiziki çətinliklərlə yanaşı, həm də ictimai, sosial münasibətlərlə bağlı çətinliklər yaşayır. Mən burada bunun səbəblərindən bağlı danışmaq istəmirəm. Səbəblər sonsuzdur. Çünki insan şuuru öz doğal düşüncəsi ilə bu vəziyyəti yaradıb öz həyatı üçün. İndi bu doğal düşüncənin, şuurun nəticəsi olaraq insan xaosda yaşayır, xaotik bir vəziyyətdə yaşayır. Əslində zaman, dönəm xaotik bir vəziyyətdə deyil. Xaotik bir vəziyyətdə insanın şuurudur. Və bu şuur, doğal şuur ətrafda baş verən energetik dəyişiklikləri hiss edə bilmədiyi üçün, görə bilmədiyi üçün öz adi gündəlik həyatını yaşayır. Və əlbəttə ki, gələn energiyalar, gələn enerjilər doğal şuura ekvivalent olmadığı üçün, uyğun olmadığı üçün, rezonans vermədiyi üçün bu şuurla, sinxron olmadığı üçün bu şuurla, həmin şuur sahibi xaotik olaraq gələn enerjiləri qəbul eləyir və həmin bu enerjilər təbii ki, onda xaosa çevrilir. Necə qəbul eləyirsə, sinxronlaşmırsa onlarla, gələn enerjilərlə, eləcə də öz həyatına buraxır həmin o enerjiləri. Və beləcə həyatında xaoslar yaranır. Bu gələn enerjilər nə enerjilərdir? Bu gələn enerjilər necə enerjilərdir? Yerə hal-hazırda gələn enerjilər, kainatdan yerə göndərilən enerjilər, yerdə olan, mövcud olan dualizmi bərabərləşdirməyə istiqamətlənmiş, bütövləşdirməyə istiqamətlənmiş enerjilərdir. Yəni yerin aşağı tezlikdə olan düşüncələrinin aşağı tezliyi, həmin o enerjiləri dəyişməyə istiqamətlənmiş
enerjilərdir. Özünə çevirməyə istiqamətlənmiş ilahi enerjilərdir. Yəni adi sadə dillə desək, Allah göydən yerə öz işığını göndərir. Həmin o işıq yerdəki bütün o qaranlıqları özündə əridir. Həmin o qaranlıqlar da insanın şuurunda olan qaranlıqlardır. Çünki insanın məkanında baş verən hadisələri insanın şuuru yaradır. İnsanın məkanında baş verən bütün o qaranlıqları insanın şuuru yaradır. İnsanın şuuru da informasiyadır. Aşağı tezlikli informasiya. Yuxarıdansa, kainatdansa yaradan yerə öz ali informasiyalarını göndərir. Öz ali səslərini göndərir. Öz ali enerjilərini göndərir. Həmin o ali enerjilər bu yerdəki enerjiləri sevgiyə çevirməklə məşğuldur. İş ancaq bundan ibarətdir. Ancaq insanlarla bağlı Yaradanın özünün qərarı var. Bu qərar da ondan ibarətdir ki, insan seçimində sərbəstdir. Yerə gələn enerjilər məkanı, yeri və digər mövcudluğu sevgi enerjisine bürüyor. Bu sevgi enerjisine insan da bürünür təbii olaraq. Ancaq insan üçün digərlərindən fərqli olan ondan ibarətdir ki, insan buna şuurlu şəkildə özü qərar verməlidir. Qərar verməlidir ki, insan belə bir enerjilərdə yaşamaq istəyirmi? Dual düşüncədən çıxıb ali düşüncəyə keçmək istəyirmi? Ali enerjilərdə yaşamaq istəyirmi? Çünki insanın həyatı 3D şuurunda, dual düşüncədə tamamilə başqa cürüydü. Yəni insan 3D şuurunda, dual şuurda, yaşam uğrunda mübarizə üçün mövcud idi, çalışırdı. Proqram buydu. Yerdəki proqram, 3D şuurundakı proqram yaşamaq uğrunda mübarizə proqramıydı. Güclü, gücsüz anlayışıydı. Amma ali şuura keçəndə insan anlamağa başlayır ki, güclü, gücsüz yoxdur. Yalnız kamil insan mövcuddur, şuurlu insan mövcuddur və bu şuurlu insanın üzərinə düşən öz şuuru vasitəsilə həyatını yaratmaqdır. Şuurunun imkanlarından istifadə edib həyatını yaratmaqdır. Və insan, ali şuurlu insan bu istiqamətdə yaşamağa başlayır və orada artıq xoşbəxt, bədbəxt anlayışı olmur. Yəni həyatını istədiyi kimi yaşayır, şuurundan istifadə edərək. Və insanlara belə bir seçim verilir ki, sən bunu istəyirsənmi? İstəyirsənsə belə bir şuura keçmək, qərar verməlisən. Şuurlu şəkildə. Çünki burada sənin həyatın dəyişəcək. Yəni proqramın dəyişəcək. İnsanlarsa bu informasiya axınında, sonsuz informasiya axınında belə bir şeydən, belə bir məlumatlardan xəbərləri olmuş olsa belə
inkar edirlər, ignor edirlər, inanmırlar, əyləncəli yanaşırlar, lağa qoyurlar, küfür adlandırırlar və s. və ilaxır. Əksəriyyət. Amma həyatları getdikcə də çətinləşir. Bu insanların, işığı qəbul etməyən insanların həyatı getdikcə də çətinləşir, ağırlaşır. Çünki yerə gələn enerjilər bir tsunami xarakterli enerjilərdir. Onlar gözləmirlər. İnsan açan qərar verəcək, qərar vermək istəyəcəkmi? Yəni, öz dilimizlə deyək, heç kimin nazı ilə oynamırlar. Və kiminsə nazı ilə oynamağa artıq zaman deyilən bir şey qalmayıbdır yerdə. Artıq yerdə doğal həyat anlayışı sona yetməkdədir. Əlbəttə ki, insan şuuru bunu qəbul etmir. Təbiidir. İnsan şuuru həyatında baş verənləri kimlərlənsə əlaqələndirir, nələrlənsə əlaqələndirir. Ancaq kimlərisə günahlandırmaqla həyatını yaşayır. Yəni insanın həyatının bu cür olmasında ətrafdakılar günahkardır, hakimiyyət günahkardır. Yalnız və yalnız günahkar axtarır və gecə gündüz, əgər yadına düşürsə əlbəttə ki, Allaha yalvarmaqla gününü keçirdir ki, mənə kömək elə, həyatım yaxşı olsun. Lakin Allahın bundan gözəl köməyi insan üçün nə ola bilər? Sizcə də nə ola bilər? Yaradan öz sevgi işığını insana göndərir. Yetər ki, insan bu işığın zərrələrini görə bilsin. Bu işığın zərrələrinin işığına qəlbini, könlünü aça bilsin. Doğal düşüncədən çıxmağa qərar verə bilsin. Yetər ki, insan anlamağa başlasın ki, yaxşı, pis deyilən bir anlayış yoxdur. Yaxşını da, pisi də yaradan elə Allahın özüdür. Yaradan bu yaratdıqlarına və yaratdıqlarının içində insanı onun üçün yaradıb ki, onlar vasitəsilə özünü hiss eləyir, özünü dərk eləyir, özünü öyrənir. Yaradan, böyük yaradan, ali yaradan, özünün bütün yaratdıqlarıdır. Onun bütün yaratdıqları elə yaradanın özüdür. Makrokosm, mikrokosmdur. Mikrokosm, makrokosmdur. Bunu insan anlamaya başlayanda düşüncələr dəyişməyə başlayır. Düşüncələrdə həmin o yaradanın işığının qığılcımları sayrışmağa başlayır. Bax onda insanın qəlbinin də qapıları yaradan açılmağa başlayır.
bizim yaşadığımız dönem insandan bunu istəyir. Onsuz da o enerjilər yerə gəlir. Onsuz da o enerjilər yerdə öz üzərlərinə düşən Yaradan tərəfindən onlara tapşırılmış işi, funksiyanı icra eləyir və eləyəcək. İşini sona çatdıracaqlar onlar. Amma burada insan faktoru, insan düşüncəsi faktoru öz işini görməlidir. Kənarda qalmamalıdır bütün bunlardan. Əgər bütün bu enerjilərdən insan şuuru kənarda qalacaqsa, o şuurun keçid mərhələsini keçə bilməyəcək. Çünki Yaradan insana ən ali bir hüquq verib, haqq verib. Seçim hüququ, seçim haqqı. Sən həyatını, qərarını, seçimini öz düşüncələrin vasitəsilə özün verirsən. Əgər sən Yaradanın işıq şuuruna, bütövlük şuuruna keçmək istəyirsənsə, sadəcə buna qərar verirsən. Mən qəlbimi sevgiyə açıram, Yaradanın sevgisini açıram. Mən hər şeyi olduğu kimi qəbul edirəm və hər bir şeyin məhz Yaradan tərəfindən yaradıldığını qəbul edirəm və olduğu kimi qəbul edirəm. Mənim üçün yaxşı və pis anlayışı yoxdur. Yaxşının da, pisi də Yaradandır. Yaradanımı sevirəm və onun bütün yaratdıqlarını Yaradanın yaratdığı olduğu üçün sevirəm. Bax, bu düşüncədə olan insan, bu düşüncəyə gələn insan həmin o keçid mərhələsinə şuurunda qədəm qoyur. Ona işıq yolları, işıq qapıları, Yaradana aparan işıq yolları, işıq qapıları açılır. Əlbəttə ki, qəlbində, şuurunda bu işıq qapıları fiziki olaraq bizim bildiyimiz qapılar deyil. Bu insanın qəlbinin, şuurunun qapılarıdır. Bax, onda insanın həyatı dəyişir. Onda insanın həyatına sevgi dolu insanlar gəlməyə başlayır. Onda insanın həyatına gözləmədiyi şanslar gəlməyə başlayır. Onda insanın həyatına elə işıq saçılır ki, özü də bilmədən maddi problemləri həll olunmağa başlayır. Bir sözlə doğal karmadan çıxmağa başlayır insan. Əlbəttə ki, bütün bunlar fokus-mokus şəklində baş vermir. Zaman-zaman, mərhələ-mərhələ baş verir. Düzdür, indi elə bir zamanda yaşayırıq ki, bütün bunların baş verməsinə böyük bir zaman yoxdur. Düşünürsən, anında olur. Düşünürsən, anında olur. Yaxşı düşünürsən, anında olur. Yaxşı düşünmürsən, o da anında olur. Ona görə də düşüncələrimizi elə bütöv şəkildə pozitiv istiqamətdə gəlin quraq. Əlbəttə ki, bu hər kəsin özünə aiddir və hər kəs düşünür ki, elə o pozitiv düşünür. Və burada deyilənlərə qulaq asıb, onsuz da mən Allahı qəbul eləyirəm, onsuz da mən onun yaratdıqlarını qəbul eləyirəm, onsuz da mən Allahımı sevirəm deyəcəklər. Və bu həqiqətən də belədir. Amma bunu deyib də yenidən kimsə mənə nəsə elədi və haçansa nəsə eləmişdi anlayışını yaşayan insan deməli hələ bütöv şəkildə Yaradanı olduğu kimi qəbul etmir. Çünki sənə, mənə haçansa nəsə demiş, nəsə etmiş və yaxud indinin özündə belə nəsə deyən, nəsə edən
kimsə bir, bizim həyat ssenarimizdir. 2, Yaradanın yaratdıqlarıdır. 3, bütün bu senariləri özümüz üçün yazarıq. Özümüz üçün yazarıq ki, həyatımızı, həyatdakı oyunlarımızı, rollarımızı oynaya bilək. İnkişaf edək. Və bu, Allahın kəramətinin, Allahın böyüklüyünün, Yaradanın böyüklüyünün bizə verdiyi seçimlə bağlıdır. Əgər həqiqətən də qulaq asan insan böyük mənada bağışlamağı bacarırsa, böyük mənada həqiqəti anlayırsa, böyük mənada sevirsə, Yaradanın bütün yaratdıqlarını, hətta sevmədiyi həşəratları belə, vaxtilə sevmədiyi həşəratları belə, Yaradanın yaratdığı olduğu üçün sevirsə, deməli onun qəlbi Yaradanın sevgi işığına açılıbdır. Deməli onun qəlbi, şuuru keçid mərhələsini keçib. Və bu şuurun sahibi yeni dünyada, yeni həyatda yaşamaq üçün vəsiqəsini alıb, şəxsiyyət vəsiqəsini alıb, yer dili ilə desək, kobud şəkildə desək, mənim əzizlərim, yer planeti özünün çox çətin bir mərhələsini yaşayır. Bizim hər birimizin məlumatlı olduğumuz səmavi kitablarımızda axır zaman haqqında məlumatlar verilirdi. Və həmin axır zamanın əlamətləri ilə bağlı məlumatlar verilirdi. Və həmin məlumatların nəticəsi ondan ibarət idi ki, yəni son fikirlər ondan ibarət idi ki, orada bu axır zamanda yerdə həyat bitəcək və insanlar əməllərinə, gördükləri işlərinə uyğun olaraq müxtəlif yerlərə, müxtəlif məkanlara istiqamətləndiriləcək. Bu da insan həyatı bitəndən sonra olacaq. Yəni insan həyatına son qoyulacaq, ondan sonra ruhların əməlləri ilə, gördükləri işləri ilə bağlı müəyyən məkanlara istiqamətləndiriləcəklər onlar. Bu belə idi. Lakin arxitektor, yaradan, yerlə bağlı fikirlərdə müəyyən dəyişikliklər edib. Bunun da səbəbləri var. Mənə sual oluna bilər ki, yaxşı, sənin bu yaradanla bağlı məlumatın necə ola bilər? Bütün bunları sən hardan bilə bilərsən? Mənim əzizlərim, indi elə bir dövrdə yaşayırıq ki, əksər insanlar birbaşa informasiya alırlar. Kainatdan o insanlara informasiyalar verilir. O ayrı bir mövzudur ki, insan bu informasiyanı 1. Qəbul edirmi? 2. Qəbul etmək istəyirmi? 3.
gələn informasiyanın informasiya olduğuna inanırmı? Yəni mənim düşüncələrim, mənim xəyallarım deyil, bu informasiyadır. Və bu informasiyaları qəbul etmək üçün qəlbi insanın yaradana açıq olmalıdır. İnsan yaradanı hiss etməlidir. Kim olduğunu burada hiss etməlidir. Mənsə artıq uzun illərdir, çox uzun illərdir bu istiqamətdə çalışıram. Bu istiqamətdə işlər görürəm. Və tam məsuliyyətimlə özüm olaraq mən bu informasiyaları sizə deyirəm. Əlbəttə ki, öz dünya görüşümdən deyirəm. Öz düşüncələrimdən deyirəm. Və bir də digər əldə etdiyim məlumatlardan, digər yerlərdən, mənbələrdən əldə etdiyim məlumatlarla bağlı deyirəm mən bunu. Əgər əmin olmasaydım bu istiqamətdə, mən belə bir fikirləri paylaşmazdım. Qayıdırıq o mövzuya ki, yerdə vaxtı ilə, yerlə bağlı axır zamanla bağlı deyilən ifadələr bir qədər dəyişdirilibdir. Arxitektorlar tərəfindən dəyişdirilibdir. Bunun da səbəbləri var. Səbəblər haqqında burada danışmaq istəmirəm. Dəyişdirilmənin istiqamətini demək istəyirəm. Dəyişdirilmənin istiqaməti nədir? Əgər vaxtı ilə yer planetində olan insanlar bütöv şəkildə yerdə baş verəcək kataklizmalarla bağlı bütövlükdə dünyasını dəyişəcəkdirsə və yalnız bundan sonra insanların ruhları gördükləri əməllərinə uyğun olaraq müxtəlif məkanlarda yerləşdiriləcəkdirsə, indi yer planeti boyut baxımından izmiriya, boyut baxımından iki yerə ayrılıb. İki yerə ayırıblar. Üçüncü boyut və beşinci boyut. Üçüncü boyutun insanları 3D şuurunda olan insanlardır, dual şuurda olan insanlardır. Hər şeyi qaranlıqda görən insanlardır. İttiham. Yəni danışmayaq da bu barədə. Yəni insanın yaşadığı bir həyat. Hamının bildiği adi insanın yaşadığı bir həyat. Və bu həyatın, bu düşüncənin nümayəndələri olan insanlar əgər yaxın bir zamanda düşüncələrini dəyişməyəcəklərsə, həyatlarını dəyişməli olacaqlar. Və sonradan onların ruhları başqa məkanlarda yenidən müxtəlif inkarnasiyalar keçəcək ki, öz karmik planlarını, proqramlarını sona çatdırsınlar. Ancaq 5-ci boyuta, 5-ci izmiriyyə keçən şuur sahibləri olan insanlar
artıq burada 5-ci izmireniyada öz sadə, sakit həyatlarını yaşayacaqlar. Bölgü artıq var. Bölgü artıq aparılıb. Bu bölgüdə olan insanlar artıq bir-birlərini görmürlər. Yəni 5-ci izmireniyada olan insanlar, 5-ci boyutda olan insanlar demək olar ki 3D'də nə baş verdiyini, o xaosu görmürlər, bilmirlər. Çünki onlar o informasiyaları eşitmirlər, onlar o informasiyaları qəbul etmirlər. Çıxıblar o informasiyalardan. Həmin o informasiyalar onların həyatlarında yoxdur. Və insanın həyatı informasiyadır. Çünki insan özü informasiyadır. İnsan qəbul edəndir. Nəyi qəbul edir? İnformasiyanı qəbul edir. İnsan radio qəbul edicidir. Yəni insan informasiya qəbul edicidir, ötürücüdür. Əgər insan o mənfi energiyanı qəbul etmirsə, mənfi informasiyanı qəbul etmirsə, deməli onun informasiyası deyil, deməli orada deyil. Və belə insanlar mövcuddur artıq. Yəni o dual informasiyanı qəbul etməyən insanlar mövcuddur. Heç özlərinin də xəbəri olmadan belə insanlar bir də görəcəklər ki, 3D şuurunda olan insan ümumiyyətlə onun məkanında yoxdur. Və ümumiyyətlə 3D anlayışı yoxdur. Belə insanlar adi həyat tərzi yaşayan insanlardılar. Yəni adi insan həyatı yaşayan insanlar da ola bilər. Və belə insanlar şuurlu şəkildə özlərini inkişaf elətdirən insanlar ola bilər, şuurlu şəkildə bu yola gələn insanlar ola bilər, illərlə gələn insanlar ola bilər və bir də ən adi həyat tərzi yaşayan insanlar ola bilər. Heç 5D şuurundan məlumatı olmayan insanlar ola bilər. Ancaq ruhu, qəlbi, düşüncələri Yaradanın sevgisi ilə işıqlı insanlar ola bilər. Yəni bütün elədiklərini, bütün gördüklərini yalnız Yaradanın gözü ilə görən, yalnız Yaradanın sevgisi üçün eləyən və təmənnasız eləyən insanlar ola bilər bunlar. Və özləri də bilmədən onlar 5-ci boyutda, 5-ci izmireniyada bərqərar ola bilərlər, yerləşə bilərlər və beləcə 5-ci boyutun sakinlərinə çevrilə bilərlər ki, çevriləcəklər də və yəqin ki, artıq çevriliblər də. Belə, bugün sizinlə mən bu barədə danışmaq istədim. Bugün sizə çatdırmaq istədiyim fikirlər bunlar oldu. Və əgər öz seçiminizə uyğun olaraq qəlbinizi, şuurunuzu Yaradanın sevgisinə açmaq istəyəcəksinizsə, onda sizi 5-ci boyutda, 5-ci izmireniyada yeni bir həyat gözləyir. Arzularınızın həyatı, xoşbəxtlik dolu arzularınızın həyatı. Amma istənilən halda insan seçimi Yaradan tərəfindən sevgi və hörmətlə qəbul olunur. Mən məzlərim, mən sizin hər birinizi sevirəm. Hər birinizin qəlbinə Yaradanın sevgi işığı ilə dolmağı arzulayıram. Seçiminizdən asılı olmayaraq. Harda, necə
yaşayacağımız rastlı olaraq. Yaradanın sevgi işığıyla qəlbinizin işıqlanması diləyilə sizinlə sağollaşıram.